Növbəti tapşırıqlara baxırıq. 131, 132. Əvvəlcə 132-yə baxaq. Hansı amonimlər eyni nitq hissəsinə aiddir? Burada artıq eyni nitq hissəsinə aid olan amonimlər soruşulur. Biz yenə də maq-məq şəkilsindən istifadə edəcəyik, amma o şəkilçilərin artıra bildiyi sözün olduğu variantı biz kənarlaşdıracağıq. A variantı qala, qalamaq demək olur, ocağı qalamaq. Deməli, qala sözünə görə A variantı kənarlaşdı. B variantında 40, qırxmaq B kənarlaşdı. C variantında quru sözü qurumaq kənarlaşdı. D variantında tut sözünə görə tutmaq deməli D kənarlaşdı və deməli düzgün cavabımız qaldı E variantı. Nəticə bir işin nəticəsi sonluq isim və nəvə nəticə, bu da isim. Bağ, ayaqqabının bağı ip mənasında isim və ağaclıq mənasında yenə isim. Qoyun, bir var qucaq mənasında ana qoyunu isim və bir də heyvan isim. Deməli, hər üçü eyni nitq hissəsinə aid olan amonimdir. Düzgün cavab E variantı.